Sizi bilmirəm, amma biz mamamgilə gedəndə icazə vermir ki, özümüzə çay belə süzək. Həmişə olduğu kimi hər şeyi hazırlayır, gətirir. Hətta uşaqlarımızı da o rahatlayır. Biz də ata evində sanki uşaqlar bizim deyil. Biz hələ də o balaca qızlarıq, özümüzə elə hesab eləyirik. Bunun üçün ilk öncə valideynlərimə həm təşəkkür edirəm. Allaha da şükür edirəm ki, belə valideynlərə sahibik. Allah bütün valideynlərin canını sağ eləsin, dünyadan köçənlərə rəhmət eləsin. Doğrudan da valideyn insana hər zaman lazımdır. Biz uşaq olanda anam bir dənə mahnıya qulaq asırdı. Xatirimdə belə qalıb ki, o mahnının sözlərində belə bir kəlmələr var idi ki, anaya da ana lazım olar. Uşaq olanda o kəlmənin nə olduğunu, nə anlam ifadə elədiyini, nə qədər önəmli bir kəlmə olduğunu heç fikir belə vermirdim. O mahnı diqqətimi də çəkmirdi. Amma indi o qədər gözəl başa düşürəm ki, mahnının sözlərində nə demək istəyirdi. Neçə yaşımız olsa da, nə qədər böyüsək də, övladlarımızın boyumuzu keçsə də hər zaman valideynə ehtiyacımız olur. Allah bütün valideynlərin canını sağ eləsin, həmişə yanımızda olsun. Biz ata ocağının qapısını döydüyümüz zaman üzümüzə o qapılar hər zaman valideynimiz tərəfdən açılsın. Evin təmizliyinə gəldikdə isə mamam evi elə qoyub getmişdik. Elə öz tökdüyümüzü, qardaşımızın tökdüklərini yığışdırdıq. Ev oldu çiçək kimi. Videomu da bəyənməyi unutmayın.